Bismillahirrahmanirrahim. Əziz izləyicilər, əzalı cüməniz mübarək olsun. Bugün təqva sahiblərinin əmiri, müsəlmanların imamı, ilk xəlifə, Peyğəmbərin vəlisi, vəsisi, canişini, Allahın yer üzündəki Peyğəmbərdən sonraki ilk höccəti, Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalamın şəhadət günüdür. Bu münasibətlə başda İmam-ı Zaman əleyhissalam olmaqla Vəli Əmr-i Müslimin, məraci-i möhtərəm, üləma-i İslam və bütün Əli sevərlərə başsağlığı verirəm. Uca Allahdan o həzrətin bizə dünyada şəfaətini, ziyarətini, ahirətdə şəfaətini nəsib etməsini diləyirəm. Əli əleyhissalam Peyğəmbərdən sonra elə bir şəxsiyyət idi ki, bütün tarix boyu qiyamətə qədər bütün bəşəriyyətə nümunə olacaqdı. Yəni, Əli əleyhissalama vurulan, bugün vurulan zərbə bütün İslam'a vurulan bir zərbə idi. Bütövlükdə dinə vurulan bir zərbə idi. Necə ki, Peyğəmbər əleyhissalam buyurur ki, Xəndək dövründə, müharibəsində Əli əleyhissalamın Əmr ibn Əbdüvvədə vurduğu zərbə bütün dinin küfrə vurduğu bir zərbə idi. O zərbə bütün ümmətin imanından, ibadətindən üstün idi. Eləcə də bu günləri Əli əleyhissalama vurulan o zərbə dinə vurulan zərbə idi, imana vurulan zərbə idi, insanlığa vurulan zərbə idi, kamilliyə vurulan bir zərbə idi. Yəni, həqiqətən də Əli əleyhissalama o zərbənin vurulmasıyla İslamın Peyğəmbərdən sonra dirçəlməsi üçün yaradılmış fürsətə vurulan bir zərbə idi. Əli əleyhissalam Peyğəmbərdən sonraki o 25 il ərzində İslam daxilində yaradılmış saxta İslam obrazını dağıtmaq üçün yeganə bir şəxsiyyət idi ki, bütün o saxtakarlıqları aradan aparsın, İslam adında uydurulmuş bidiyyətləri aradan aparsın, əsl Peyğəmbər İslamını insanlara çatdıra bilsin, müsəlman camiyyəsində o həqiqi İslamı, ilahi ədaləti bərpa edə bilsin. Ona görə də Əli əleyhissalama vurulan zərbə ədalətə vurulan bir zərbə idi. Əli əleyhissalama vurulan zərbə bəşəriyyətin xilasına vurulan bir zərbə idi. Əziz izləyicilər, bugün dünya ədaləti dəfn elədiyi bir gündür. Yəni, öz ümmət öz əli ilə öz imamını öldürdüyü bir gündür. Sual olunur, niyə? Niyə ümmət öz imamını öldürdü? Gəlin bu səbəbi həm o dövrdə, həm bu dövrdə, həm o dövrün insanlarında, həm də özümüzdə axtaraq. Nə idi? Bir vaxtlar ümmətin imamının, yəni Peyğəmbər əleyhissalamın dəstəmazının suyunu götürüb üzünə təbərrük yaxan bir ümmət gəldi öz imamını öldürməyə qalxdı. Nədən? Baxın, dünya insanı bu cür aldadır. Xəvaricin hansı əməlləri idi ki, imamı öldürməyə qalxdılar? Muaviyyə ibn Əbu Süfyanın hansı əməli idi ki, onu gətirdi, zəmanənin xəlifəsinə qarşı çıxartdı? Hansı ki, Peyğəmbər əleyhissalam buyurur ki, zəmanın imamını tanımayan adam ölərsə, cahiliyyət dövründə ölmüş kimidir. Yəni, kafir kimi ölmüş bir kimidir. Muaviyyəni də, xəvarici də o vəziyyətə gətirən zamanın imamını tanımamaq və onun əmirlərinə tabi olmamaqdır. Ətiyullah və ətiyur rəsul və ulul əmri minkum.
Allah'tan, onun peyğəmbərindən və sizə əmr sahibi olan vəli əmridən itaət eləmək sizə vacibdir. Bu ayənin prinsiplərini pozduğu üçün Xəvaric qalxıb imamı öldürdü. Muaviyyə İmam əleyhissalama qarşı müharibəyə qalxdı. Yerlərdə imama etiraz oldu. Nə idi bu? Həmən Peyğəmbər əleyhissalamla Əli əleyhissalamın xilafəti arasındakı 25 illik məsafə idi ki, insanları ali rütbədən, ali məqamdan, mümin məqamından endirib dünyapərəst bir məqama gətirmişdi. Allahpərəst məqamından endirib malpərəst, sərvətpərəst bir məqama çatdırmışdı. Yəni o 25 ildə yanlış idarə etmə, İslam adından quraşdırılmış yanlış baxışlar, yanlış hökmlər insanları gətirdi, o vəziyyətə çıxartdı ki, qalxıb zamanəsinin imamını öldürdülər. Və günümüzdə də əgər baxsaq görərik ki, bizi itaətdən çəkindirən hansı əməllərimizdir? O əməllərimizdir ki, biz zəmanənin imamına itaət eləmirik. Zəmanənin imamının naiblərinə itaət eləmirik. Harada özümüzə sərf eləyirsə, orada imam deyirik, orada İslam deyirik, orada din deyirik. Harada sərf eləmirsə, iman da keçir ikinci plana, din də keçir ikinci plana, itaət də keçir, imam da keçir ikinci plana. Və bu onu göstərir ki, əgər həqiqətən bugün imam bizim aramızda olsaydı, biz də onu öldürəcəkdik. Bu itaətsizlik səbəb olur ki, insan öz zəmanəsinin imamını öldürmüş olsun. Ədalətə qılınc bunun üçün çalındı. İmamətə qılınc bunun üçün çalındı. Ləyaqətə, insaniyyətə qılınc bunun üçün çalındı. Bu bir nümunədir ki, biz bu tarixdən dərs götürüb özümüzü islah eləməliyik. Allaha and verək izzətinə, cəlalına ki, bu mübarək ayda bizə öz rəhmətini, məğfirətini nəsib eləsin. Vəssalamu aleykum və rəhmətullah.